Bizim yarışlarımız devam edir. Dünyamızda en çok drag yarışı ilə tanınan bu yarışımız Azərbaycanda da keçirilir. Nəyə görə? Çünki bu canavarları biz test edirik və görək Azərbaycanda sürətli maşınların sayıları nə qədərdir və kimin maşını daha sürətlidir. Hal-hazırda 2 ədəd BMW 340 seriyası, 1 ədəd də 430 seriyası, 435-dir yoxsa 40-dır belə bir seriyası ilə M4 və M3. Qaqam buna M3 yazmayıblar, onu bilirəm ki, yəni normal bir şeydir, V8-dir. Sözlər də o qədər dəqiq rəsmiyyətlə deyə bilmirəm, çünki yorğunam, beynim işləmir də dostlar. Səhvlik falan olsa, təkrarlanma olsa üzrlü sayın. Yaxşı olacaq. Kim qalib gələcək? Deməli dostlar, replayın yavaş-yavaş verirəm. Hal-hazırda ilk öncə götürülən təbii ki də bizim 3-cü seriya BMW-miz oldu. Ola qaqa, Şuluq dayının maşınından sürətli gedir ha bu. Konkret gedir ha. Ola özüm önüm 140, 150 ola bu. At gücü olaraq çox sürətlidir də, konkret çox sürətlidir. Gedir. Şuluq dayının maşınını geridə qoydu dostlar. Şuluq dayının maşını geridə qoyaraq birinciliyi, qalibiyyəti götürdü.